sütunu olur. İslamı çox böyük bir xeymə görür Həzrət Əmir əleyhissalam. Və onun 2 sütunu olduğunu vurğulayır. Çox böyük bir xeymədir deyir. Bütün bəşəriyyət üçün gəlib bu din, İslam dini. Onun 2 sütunu var. Biri tevhiddir, biri nübüvvət. Onu bərpa eləyin. Həm Allah pərəst olun, tək Allahlı olun. Həm də Peyğəmbəri qəbul eləyin. Əşhədü ən la ilahə illallah kifayət eləmir. Gərək əşhədü ənə Muhammədən Rasulullah da ola sallallahu aleyhi və səlləm. Bunlar ikisi birlikdə olmalıdır. Sonra ikinci bənzətmə səccətin var, buyurur və əvqidu həzəynil misbahayn. Çırağa bənzədir bu ikisini. Deyir, bu 2 çırağı yandırın, sönməyə qoymayın, daimi yansın. Tevhid və nübüvvət insan həyatında, müsəlmanın həyatında özünü göstərməlidir. Yəni bir xeymə ki, onun 2 sütunu olmalıdır. O 2 sütunun, adətən sütunun kənarında işıq da olur. Bu ikisi olmasa müsəlmanın həyatı zülmətdir, qaranlıqdır. Tevhid və nübüvvət olmasa bunlara çox incə mətləblərdir Həzrət Əmir əleyhissalam bunlara işarə eləyir. Bəs biz gərək buna diqqət yetirək. Və önəmlidir ki, bəzən bəziləri dindən özlərinə xeyri olanları götürürlər. Onlar ki, zərəridir, deyir, o mənlidir. Məsələn, namaz qılmaq problem yoxdur ki, namaz qılaram. Oruç tutmağa biraz çətin də olsa tutaram. Amma dinin başqa məsələlərinə gəldikdə deyir, yox, mən yoxam. Deyir, məsələn, xums ver, deyir, yoxam mən. Zəkat ver, deyir, yoxam mən. Bəziləri burada oyundan çıxır. Amma bir halda ki, din kamildir onun, bütün Peyğəmbər sünnəsinə gərək əməl eləyək insan. Bəs Peyğəmbərin sünnəsini deyir, zayi eləməyin. Bu mənadadır. Hətta o məruf vəsiyyət ki var Həzrət Əmir əleyhissalam qeyd edir. Orada bir dərəcəyə çatır. Buyurur ki, Allahə fil Qur'an. Qur'anı sizə tapşırıram. La yəsbiqəkum bil əməli bihi qayrukum. Yadılar, müsəlman olmayanlar Qur'ana əməl etməkdə sizdən önə keçməsinlər. Yəni o qədər önəmlidir ki, bəzi müsəlmanlar adları müsəlman, Qur'an onlar üçün müqəddəs, amma Qur'anı sadəcə öpüb göz üstünə qoyurlar, vəssalam. Artıq onun içindəkilərinə əməl etmirlər. Digərləri isə bicanələr Qur'anın içindəki bəzi o həyati məsələlərə əməl edirlər həyatlarında. Deyir, olmasın ki, siz o dinsizlər işlərində bir olsunlar, müttəhid olsunlar, amma siz dininizdə pərakəndə olasınız, ixtilaflı olasınız. Bir-birinizi qırasınız, belə olmasın. Bəs bu çox önəmlidir. Peyğəmbər sünnəsini zayi eləməməlidir insan. Bu bir bəxşidir. Xutbənin bir bəxşində Həzrət bunu vurğulayır və sonunda buyurur və xalakum zəmm. Bu bir dənə termindir. Bu terminin mənası budur ki, əgər siz bu deyilən bu 2 vəzifəyə əməl etsəniz, da siz üçün peşmanlıq, narahatçılıq yoxdur. Siz danlanmazsınız. Bu bir belə termindir. Həzrət axırda bunu buyurur. Yəni siz bu 2 vəzifəyə əməl eləyin, sizə danlaq gəlməz. Sonra ikinci bəxşində Həzrət Əli əleyhissalam vəsiyyətin ikinci bəxşində öz həyatına işarə eləyir. Çox önəmlidir doğrudan. Öz həyatından insanlara danışır. Nə buyurur? Buyurur, Ənə bil əmsi sahibukum. Baxın mənə. Mən Əli dünən sizlə birlikdə idim. Bir yerdə idik, qonşuyduk, bir məhəllədə yaşayırdıq, bir şəhərdə yaşayırdıq, elə. Bu mənim dünənimdir. Bu günmə baxın. Vəl-yəvmə ibrətun ləkum. Bu gün siz üçün ibrətən. Həmin Əli ki, dünən xəlifə idi. Dünən xəlifə idi. Bugün dünyadan köçür. Həmin Əli ki, bir gün Xeybərin fatihi idi. Həmin Əli ki, bir gün Bədrin fatihi idi, Bədr müharibəsinin. Həmin Əli ki, Əhzab müharibəsinin fatihi idi. Bugün baxın Əliyə. Mənim bugünüm ibrətun ləkum. İbrətdir sizə. Çox önəmli mesajdır ya. Öz həyatından mesaj verir insanlara. Mən dünən sizlə birlikdəydim, bu günümə baxın, bu günüm ibrətdir sizə. Baxın, burada Qur'an-ı Kərimə diqqət etsək, Qur'an bizə çox önəmli məsələləri qeyd edir. Keçmişdəki qovumlardan danışır, Fironlardan, Nəmrudlardan danışır. Onların başlarına gələnlərdən danışır. İzahım biraz qısa edək ki,
o Vaxtımız çatsın. vəsiyyətin Bəli, hamısını ən azından eşidə biləydik. Gözlərim üstə. Çünki özümüz üçün müraciət etmirik. Hətta heç Düzdür. olmasa tərcüməsini bilək. Düzdür. Bəs bu oldu ki, Nəmrudlar, Fironlar da bir gün var idilər, amma bir gün olmadılar. İbrətli idi bu hadisə. Bütün insanlar üçün ibrətli idi. Mən sadəcə burada heyfdir. Bunu qeyd edeyim, o birlərin tez-tez keçərəm gözlərimizdə. Deyir, bir gün bir şey şair deyir, şəbangəh bedel qəsd tarac daşt. Səhərgəh nə tən sər, nə sər tac daşt. Deyir, gecə qəlbində qəsd eləmişdi ki, sabah bir şəhəri tarac eləsin. Bir şahdan danışır şair. Məqsədi vardı, sabah bir şəhəri alsın, tarac eləsin. Ora hücum eləsin, qarət eləsin. Səhər vaxtı bədəndə nə başı var idi, nə də başda tacı var idi. Aha. Necə ki, məsələn, Qacar şahından Ağa Məhəmməd Nadir Şah barəsində də deyilir. Elə bu şeirdə Nadir Şah barəsində Nadir Şahın da xeyməsinə hücum edildilər. Bəli. Bu şey də belə oldu. Ağa Məhəmməd ki, Qacarların ilk banisidir. Bu Qarabağdaydı, özü də Şuşa şəhərində idi. Gecə xeyməsində idi, nökərləri töküldü, onu öldürdülər. Bəli. Yəni şair onu vəsf edir, deyir: "Beyiç gərdeşi çərxi nilufəri, nə nadir becamand və ney nadiri." Aha. Deyir, bir dənə o nəsim, o yel gəldi keçdi, nilufər gəldi keçdi. Bir dənə onun gəlib getməsi ilə bir nə nadir qaldı, Nadir Şah qaldı, nə də nadirlik qaldı. Bəli. Maraqlı. Bunlar heç biri qalmadı deyir. Bəs önəmlidir, önəmli mesaj verir. Deyir, mən həyatım sizin üçün ibrətdir. Dünən Fatih Xeybər idim, bu gün bu vəziyyətdəyəm. Bu ibrətlidir. Və önəmli mesajdır ki, bir də bunu vurğulayır ki, bu sadəcə pislər barəsində deyil ha. Bəli, hamı. Yaxşılar Həzrət Əli əleyhissalam ki, yaxşıdır. Özün misal verir deyir. Mən əri sizin, bu günüm sizin ibrətdir. Dünən gücüm, qüdrətim yerində idi, bu gün görürsünüz. Dünən pəhləvan, qəhrəman idim. Amma bu gün zəif düşmüşəm. Bu sizin ibrətdir. Bütün şahlar üçün, nə bilim, insanlar üçün, özün güclü bilənlər üçün, hamı üçün ibrətdir. Bu günüm sizin ibrətdir. Və qədən müfariqukum. Və sabah sizdən ayrılacam. Bu da sizə ibrətdir. Bu da Həzrətin o vəsiyyətinin ikinci hissəsidir ki, öz həyatından misal vurur insanlara, deyir: "Aylun, mən siz üçün bu gün ibrətliyəm, mən Əli." Keçirəm bundan da. Sonra Həzrətin sözünün, vəsiyyətinin üçüncü hissəsi başlayır. Üçüncü hissəsində Həzrət qatili barəsində danışır. Yaxşı, mənim bir qatilim var. Onunla nə edəcəyik? Buyurur: "İn əbqə fəənə vəliyyü dəmi." Əgər mən qalsam, qan sahibim özüməm. Özüm bilərəm nə. Özüm bilərəm nə edərəm. Və in əfənə fəl-fənau miadi. Əgər ölsəm, bu dünyadan getsəm, o miad mənim üçün qərargahdır, mənim qərargahım oradır. Sonra buyurur: və in əfu, birdən qalsam və bağışlasam, fəl-əffu li qurbətun. Əfv eləmək mənim üçün Allaha yaxınlaşmaqlıqdır. Əgər Əli əleyhissalam qalsaydı, bağışlayacaqdı. Deyir, bağışlasam, bu mənim Allaha yaxınlaşmağıma səbəb olar. Görün, Əli nə buyurur? Qatili barəsində. Bütün o insanları heyrətə salan cümlələrdəndir bu. Hər insanın dilinə gələ bilməz bu cümlələr. Rahatdır bəzən biri deyə, mən də deyərəm. Yox, elə deyir. O hadisə baş verəndə bəlli olur, deyə bilirsən, deyəmirsən. Gör nə deyir Əli. Deyir, mən əfv eləsəm, mən Allaha yaxınlaşmağıma səbəb olar. Və huvə, o əfv eləmək ki var, və huvə ləkum həsənə, övladlarına, ətrafındakilara deyir, bu da siz üçün yaxşıdır. Siz də əfv eləsiniz, yaxşıdır. Sonra buyurur, fəfu, bağışlayın, əfv eləyin. Sonra Allahın Qurandakı bu ayəyə işarə edir. Əla tuhibbunə ən yəğfirəllahu ləkum. İstəmirsiniz Allah sizi bağışlasın. Bu ki, istəyirsiniz Allah sizi bağışlasın, nədən siz bağışlamırsınız? Allahın sizin günahlarınızdan keçməyini istəyirsiniz, siz nədən? Digərlərini bağışlamırsınız, əfv eləmirsiniz. Sözüm yoxdur, yox deyirsiniz. Yox dedim ki, yox. Belə olmamalıdır. Qardaşı bəzən əfv eləmək istəmir. Nədən belə olmalıdır? Məgər Allah qarşısında bağışlanmaq istəmirsən?
Bəs bağışlamağı, mərhəmət eləməyi öz xüsusiyyətin elə. Necə istəyirsən sənlə elə davranılsın. Buradan anlaşılır ki, Həzrəti Əmir əleyhissalam özü qalsaydı əfv edərdi. Və övladlarına da deyir ki, əfv edin. O bir vəsiyyətində var ki, deyir, mən qalsam özüm bilərəm, neyniyərəm, qalmazsam bir zərbə vurun, o mənə bir zərbə vurmuşdu. Onu tikə-tikə eləməyin, nə bilim, belə-belə sözlər deyir, keçirəm orada. Orada deyir, bir zərbə vurun. Burada buyurur ki, əfv eləyin. Yaxşı, nədən əfv eləmədilər? Bu bir sualdır. Bəli, elə istəyirəm onu soruşam. Bəli. Nədən əfv eləmədilər? Cavabı bundan ibarətdir. Baxın, Həzrət özü də deyir, əfv eləyin. Amma o cümləsində düzdür, deyir, bir zərbə vurun. Bunu o ehtimallar çərçivəsində Həzrət Əmir əleyhissalam ortaya qoyur. O sanki onların öz ixtiyarına verir, buraxır. Hər ikisi. Deyir, əfv eləsiniz, siz üçün yaxşıdır. Birdən əfv eləmək istəməsiniz, qisas eləmək istəsiniz, bir zərbədən artıq vurmayın. Onun həddini müəyyən edir orada. Bu qəsdən deyir. Ümumiyyətlə, şəriətdə, dində də hökm belədir ki, əgər bir şəxs dünyadan köçdüsə, məsələn, onu qətlə yetirdilərsə, artıq o haqq gedir övladların boynuna, vərəsələrin boynuna. Onlar qərar çıxarmalıdırlar. Və ölən adam hətta malında da belədir. Necə öz malında eləyə bilməz, desin ki, məndən sonra bütün malımı ehsan eləyin Allah yolunda. Xeyr, bu belə haqqı yoxdur. Deyə bilər, məsələn, malının 1/3-in qalanı vərəsənin haqqıdır. Vərəsə artıq qərar çıxarda bilər ki, neynəsin. İndi burada da İmam əleyhissalam nə qədər sağdır, haqqı onun özünündür. Amma elə ki, dünyasını dəyişdi, bu haqq keçir övladlarına, vərəsələrinə. Bu bəs Həzrət Əmir əleyhissalam istəyi bu olub ki, əfv olunsun. Hətta əfv eləsinlər qatilin. Özündən sonra belə, övladları belə əfv eləsinlər. Nədən eləmədilər sualının cavabında qeyd olunur, deyilir ki, baxın, Həzrət Əmir əleyhissalam ki, bu İbn Mülcəm lənətullah əleyh vasitəsilə zərbətləndir, bütün vicdanlar narahat idi. İnsanlar çox narahat idi. Əli kimi bir şəxsiyyəti ibadət halında Allah evində zərbətləyəsən sən. Bu necə insafsızlıqdır, bu necə vicdansızlıqdır. Kimsə bunu özünə sığışdıra bilmirdi. Hətta hücum gətirib öldürmək istəyirlərdi. İmam Həsən qoruyurdu onu. Bəli. Burada problemlər yaranır. Əgər onu əfv eləsəydilər, İmam Həsən əleyhissalam ya digərləri, əfv eləsəydilər, çaxnaşma yarana bilərdi. Onu öldürə bilərdi. Biraz da artıq cəmiyyətdə necə deyərlər, o özbaşınalıq baş gedir. Bir də bu belə bir qatil idi ki, öz işindən peşman olmadı. Sona qədər yəni narahat deyil idi ki, mən belə bir şəxsi öldürmüşəm. Hətta o qədər bədbin idi, İmam əleyhissalam ona süd göndərdi, içmədi süddən. Elə bildi ki, elə İmam Əli də bunun kimi məsələn zəhər qatır birdən südə. Amma İmam Əli buyurdu ki, əgər o süddən içsəydi, mən onu bağışlayardım. Bəs burada bunu anlayırıq ki, ehtimal var hətta bunu zindana atsaydılar, siz burada olsun, İmam Həsən qoruyurdu, zindana hücum edib onu öldürərdilər. Onu azad buraxsaydılar, insanlar onu tutub yolda tikə-tikə eləyərdilər. Bunlar İslamın bəyənmədiyi məsələlər idi. Bəs ən doğru yolu bundan ibarət idi ki, o qisas olunsun, ki, cəmiyyətdə çaxnaşma yatsın. Buna görə də İmam Həsən əleyhissalam onu Həzrət Əmir əleyhissalamın buyurduğu kimi o həddi riayət edərək bir zərbə ona vuruldu və qətlə yetirildi. Bəs qatili barəsində Həzrət belə vəsiyyət edir. Necə mərhəmətli bir insan, necə mərhəmətli bir sərkərdə, doğrudan, necə mərhəmətli bir ədalətli insan, doğrudan çox önəmlidir. Ədalət ilə mərhəməti birləşib bu şəxsiyyətin. Həzrət sözünün, vəsiyyətinin sonuncu hissəsində, bizim də sözümüzün sonuncu hissəsi olsun, buyurur ki, indi artıq dünyadan gedəcək, bilir ki, Əli bu zərbə ilə yaşamayacaq. O ölümü necə qarşılayır? Ona münasibəti necədir? Onu vurğulayır. Elə insan var, deyir, mən ölmək istəmirəm. Bəli, çox, bəlkə bizim hamımız beləyik. Kim ölmək istəyir? Heç. Bəli. Həzrət Əmir əleyhissalam nə buyurur? Buyurur, İslami baxışı aşılayır. Buyurur, Vəllah, and olsun Allaha, and içir. İnanun Əliyə. Ma fəcəəni minəl məvti varidun kərihtuh və la taliun ənkərtuh. Əli, ölüm ona üz gətirməklə Əlini narahat edəcəm bir şey Əliyə üz verməyib. Ölümlə qarşı-qarşıya Əli narahatdır.
Bunu bilin. Özünün bir sözü var. Əli əleyhissalam buyurur ki, özü öz dili ilə deyir, mən belə ifadə edirəm. Əlinin ölümə şövqü o körpə uşağın anasının sinəsinə olan şövqündən daha çoxdur. Bəli. Xutbələrinin birində Həzrət çox gözəl cümlədir.